Kameranı göstər, nə çəkmisən? Necə? Başa düşmədim. Deyirəm, nə çəkmisən? Çəkdiklərini göstər. Sabah xeyir dəyərli dostlar. 5-ci gündür Nairobidəyik. Səhər saat 7-dir. Eşitdiyimizə görə miting başlayacaq bu gün saat 10-da. Biz tezdən çıxırıq ki, tıxaca düşməyək. Bu köynəyi də geyinməyimdə məqsəd qollarımın rəngi çox görünməsin, çox bilinməsin. Hətta kiçicik bir maskalanmağımız da var bizim. Eynəyi də çıxardacam Amra. Eynəyi verirəm sənə. Axı əsas biləsən də hara qaçasan. Hə, qaç. Murad deyir ki, əsas odur ki, biləsən hara qaçmaq lazımdır. Mənim özümə çox maraqlıdır. Sən ümumiyyətlə nə vaxtsa siyasi aksiyada iştirak eləmirsən? Bir dəfə də iştirak eləmişəm. Bu mənim birinci dəfədir. Fəralığıma deyir, axırıncı dəfə olmaz. Bu arada onu da deyim ki, mən özüm də heç vaxt siyasi aksiyalarda iştirak eləməmişəm. Muradın sözü olmasın, ümid eləyək ki, bu bizim sonuncu, nəinki aksiyamız, sonuncu videomuz olmayacaq. Uğurlar bizə. Tıxaca düşməmək üçün Çin şirkətinin tikdiyi ödənişli yol ilə getməyə qərar aldıq. 27 kilometrlik məsafəyə görə 5 manat 10 qəpik ödəməli olduq. Halbuki, Azərbaycandakı ödənişli 129 kilometrlik yol 12 manatdır. Yəni 5 dəfə ucuz. Bu da əslində başa düşüləndir. Çünki biz yolu öz pulumuza tikmişik. Amma Kenya hökuməti hələ 30 il bu yola görə Çin şirkətinə 600 milyon dollar pul ödəməli olacaq. O vaxta qədər bu yoldan əsər əlamət qalar ya qalmaz, onu artıq Allah bilir. Bu arada onu da deyim ki, yol boyu qarşılaşdığım yerüstü keçidlər diqqətimi çəkdi. Biz bir çox hallarda 20-30 metrlik keçidlərdən istifadə etmək əvəzinə həyatımızı təhlükəyə atıb yolun qadağan olunmuş hissəsindən keçirik. Amma Kenyalılar hətta 100 metrdən də uzun keçidlərdən sevə-sevə istifadə edirlər. Açığı bu məsələdə onlara lap paxıllığım tutdu. Gəlib çıxmışıq Muradla mitinglərin baş verəcəyi yerə. Maşını biraz aralıda saxlamışıq ki, nəsə problem olanda aradan çıxmaq rahat olsun. Çünki bizdə məşhur atalar sözü var. İgidi 10'dur, 9'u qaçmaqdır. İndi hələ sürücümüz William gəldi ki, maşını biz içəri salaq. Çünki burada təhlükəlidir. Ver. Biraz da ver. Hop, dayan. İndi bizdə Bakıda həmin ver parkovkaları demək olar ki, yoxdur. Murad elə həvəslə gedir qabaqda. Elə bilir ki, onu yaxşı aqibət gözləyir. Axırımız yaxşı olmayacaq. Yəni, sonuncu dəfə havadan nəfəs al, dərindən nəfəs al. Məhz bu mərkəzi küçədə mitingin olacağı planlaşdırılır. Allah köməkləri olsun. 22 nəfər son məlumata görə həyatını itirib siyasi aksiyalarda. Amma ki, geri çəkilmək istəmir müxalifət. Çünki qiymətlər kəlləçarxdadır burada. İnsanların yaşayışı və qiymətlər həqiqətən çox böyük bir təzad təşkil eləyir. Baxa görək, bu etiraz aksiyaları öz effektini verəcək, yoxsa yox? Muindi Mbingo küçəsində idik. O küçə ki, uzun illərdir Kenya xalqının etiraz aksiyalarına şahidlik edib və edir. Saat 9 olsa da mağazalar bağlı idi. Ötən dəfəki mitingdə zərər görmüş obyekt sahibləri deyəsən bu dəfə yaxşı hazırlaşmışdılar. Bax, görürsünüz, dəyərli dostlar, şüşə sındırılıb. Siz baxın, şüşənin arxasında taxta lövhələr var. Sahibkar öz mağazasını qorumaq üçün şüşənin arxasına taxta lövhələr düzür. 25-i 27-sində keçirilən aksiyalarda supermarketlərə hücum olunmuşdu və hücum eləyənlərdən 2 nəfəri polislər zərərsizləşdirib həyatlarına son qoymuşdu. Qeyd etdiyim kimi bizdə olan məlumatlara görə miting məhz buradan başlamalı idi. Küçədə ara-sıra patrul xidməti aparan polislərə, canlı yayıma hazırlaşan jurnalistlərə, əlində şüarlar olan aksiya iştirakçılarına rast gəlmək olurdu. Biz isə gözləyirdik. Gözlədiyimiz həm də küçə rəssamı olan Daisy idi. Nəhayət ki, gəlib çıxdı. Onunla dünən tanış olmuşduq. Daisy öz etirazını şəkil çəkmək ilə ifadə eləmək istəyirdi. Amma bunun üçün boya almağa pulu yox idi. Bir sözlə ona boya almaqda dəstək olub, nə çəkəcəyini səbirsizliklə gözlədik. Ətrafda var-gəl edən polisləri isə yaman narahat idilər. Arxada polislər dayanıb, 2 nəfər yaman şübhəli baxır.
Gözləyir ki, hələ bu şəklin axırı nə olacaq? Şəklin axırı və bizim axırımız nə olacaq? Daisy-nin çəkdiyi hər cizgi sanki haqq-ədalət mücadiləsində yürüyənlərə göstərilən bir yol idi, çağırış idi. Kimisi bu hayqırtını eşitməzdən gəlib yan keçir, kimisi içindəkilərin kətan parçasına həkk olunduğunu görüb elə içində ağlayırdı. Daisy özündə cəsarət tapıb milyonlarla insanların demək istəyib, amma deyə bilmədiklərini deyirdi. Mən Kenyada baş verənlərdə kimin haqlı və ya haqsız olduğunu deyə bilmərəm. Amma bu qızın çəkdikləri az öncə 16 yaşda övladını itirmiş bir ananın fəryadı idi axı. Bu mənzərəyə baxıb necə bir tərəf ola bilərəm? Mən ölkəmdə anaları gözü yaşlı görmək istəmirəm. Təşəbbüsüm də məhz bununla bağlıdır. İstəyirəm ki, sülh və əmin-amanlıq içində yaşayaq. Bizi öldürməyi dayandırsınlar. Them to stop killing us. Bayaqlar bizə dedilər ki, burada olacaq miting, amma digər məlumatlara görə parlamentə gedən yolda olmalıdır miting. İkimiz ayrılaq, sən burada qal, mən də parlament tərəfə gedim. Səndə də var kamera, məndə də var. Hansımız nə çəkə bildik, bildik. Biz gedirik sözün, tapşırığın. Qurban olum sən qayıt da. Yox, qaydımağına qaydırıq. Yəni, gələndə sənə mitingdən nə gətirim? Yaxşı, yaxşı. Sən də burada nə görsən, çək də. Gedirəm ixtişaşın deyilənə görə qızğın olduğu bir yerə. Elə ciddi cəhdlə yola çıxmışdım ki, bəlkə də etiraz aksiyalarının təşkilatçıları mitinqə belə həvəslə hazırlaşmamışdılar. Onu da deyim ki, çəkilişə yalnız kiçik kameranı götürmüşdüm. Çünki əsas kameramızın qiymətinə Kenyada 2 otaqlı ev almaq mümkündür. İxtişaşların olduğu yerə isə belə bir avadanlıqla getmək ən azından ağılsızlıq olardı. Yolun əks istiqamətində hərəkət edirik. Bu, motosiklet sürücüləri üçün adi bir haldır. Nəhayət ki, gəlib dirəndik, necə deyərlər, dalana. Polislər yolu kəsmişdi. Gəldik, bura qədər çıxa bildik. Çünki polislər dayanıb, nəqliyyat vasitələrinə icazə vermirlər keçməyə. Görürsünüz, boşluqdur. Normalda burada çoxlu insanlar olur. Hər yanda bağlıdır. Çünki bu günləri daha böyük mitingin olacağı proqnozlaşdırılmışdı. İndi bilmirik ki, bu barikadaları, aksiya iştirakçıları dəf eləyə biləcək ya yox. Açığı, böyük mühafizə orqanları çox maraqlanırlar bizi ilə. Polislərin hədəfində olduğumu görüb nəinki çəkilişi dayandırdım. Hətta özümü soyuqqanlı aparıb, kameranın qarşısında ara vermədən ağzıma gələni də olsa danışmağa davam elədim. Amma deyəsən gec idi. Bələdçini bayaqdan sorğu-suala tutmuşdular. Nəhayət ki, növbə mənə çatdı. Amma iki daş arasında bələdçidən məndən nə soruşacaqlarını öyrəndim. Sənin media nümayəndələrinə verilən akreditasiyan var. Xüsusi icazənin olmasını istəyirlər. Bu çəkiliş planda yox idi. Deki məqsədi sadəcə şəhərin mərkəzini görməkdir. O ancaq şəhərin mərkəzini görmək istəyir. Nə oldu? Şəhərin mərkəzini qarışıqlıq düşəndə görmək istəyir? Yox, o sadəcə şəhərin maraqlı yerlərini çəkmək istəyir. Onda mediadandır. Bəli, öz ölkələrində. Düzdür, peşəm media ilə bağlıdır. Onda sən bura çəkiliş eləməyə gəlmisən? Bəli, viza alanda da qeyd olunub. Amma əsasən kanalımız üçün Kenyanın adət-ənənələrini, görməli yerlərini çəkmək istəyirəm. Kanalın adı nədir? İctimai televiziya. Görürəm bayaqdan çəkiliş eləyirsən. Kameranı göstər, nə çəkmisən? Necə? Başa düşmədim. Deyirəm, nə çəkmisən? Çəkdiklərini göstər. Kamera 360 dərəcə çəkiliş etdiyindən və eyni vaxtda hər tərəfi lenti aldığından təbii ki, mən polis sabitinə özümə sərf edən tərəfdəki çəkilişi göstərməli oldum. Əslində qalsa apardığım çəkilişlərdə qeyri-qanuni heç nə yox idi. Sadəcə məlum hadisələrlə bağlı polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyindən artıq sorğu-suala vaxt itirmək istəmirdim. Bir sözlə, polis əməkdaşı gördüklərindən heç nə başa düşməyib, bizimlə sağollaşmalı oldu. Amma məqsəd olduğu kimi qalırdı. Mitingin baş verəcəyi yerə getmək. Öyrəndik ki, yaxınlıqda mototaksilərin dayanacağı var. Son ümidim onlara idi. Küçə ilə hərəkət etdikcə, elektrik cəryanı qoşulmuş hasarlar diqqətimi çəkirdi. Strateji əhəmiyyətli obyektlər olsaydı, bəlkə də bu qədər təəccüblənməzdim.
Amma imkanı olan hər bir sahibkarın öz mülkünü qorumaq üçün hasarına elektrik xətləri çəkməsi mənə biraz əcaib gəldi. Əl vurdunsa, o dünyalıq olursan. Bəs bu qanunidir? Adam ölə bilər axı. Bəli, qanunidir. Elə ona görə də xəbərdarlıq edilib ki, insanlar toxunmasın. Düzdür, bu cür hasarlardan alınan elektrik zərbəsi nəticəsində böyük ehtimalla insan sağ qalır. Amma minlərlə faktlar var ki, sözü gedən müdafiə səddini aşarkən bir çox hallarda həyatını itirənlər də olub. Yəqin buna görədir ki, bir çox ölkələrdə belə qurğuların quraşdırılması qadağan olunub. Açığı burada ölkədə geniş yayılmış kriminal faktorun da rolu böyüdür. Bir sözlə, hər gün səhər evdən çıxanda elektrik xətləri olan hasarların yanından keçib getmiriksə, buna görə ölkədəki əmin-amanlığa şükür eləməliyik. Nəysə, keçək mətləbə. Mototaksiyə minib rəvan olduğu mitinqin baş verəcəyi yerə. Yolda sürücünün nəmnüm eləməyindən başa düşdüm ki, ixtişaşlar olan yerə çox da yaxınlaşmaq istəmir. Hətta ünvana çatdığımızı deyib bizi yarı yolda qoymaq istəyirdi. Bələdçimiz Muraro'nun gəzə-gəzə 10-15 dəqiqəlik yol qalıb deməsi isə məni lap hövsələdən çıxartdı. Gəzə-gəzə getmək olmaz. Muraro, piyada biz vaxt itirəcəyik. Gedib mitinqə çatmalıyıq. Yaxşı, gedək. Necə deyirsən, elə olsun. Yolun ortasında daşların bizi qarşılamağından başa düşdüm ki, artıq mənzil başına çatmışıq. Küçədə daşları görürsünüz yolun ortasında. Küçədə rastlaşdığım media nümayəndələrinə qoşulub, səsküy gələn tərəfə üz tutdum. Necə deyərlər, hazırlıq işləri gedirdi. Üzlər bağlanır, maskalar taxılır, fit səsləri yüksəlir. Və nəhayət, etirazçılar şüarlarını səsləndirir. Ruto must go, Ruto getməlidir. Yəni, Prezident Ruto getməlidir. Ruto must go! Ruto must go! Kameraları görən etirazçılar xalq dili ilə desək daha da qızışırdılar. Bir həftə əvvəl bu aksiyalarda 22 nəfər həyatını itirmişdi. Ona görə də polislərin bu dəfə də səssiz qalmayacaqlarına əmin idim. Elə ağlımdan bu fikirləri keçirirdim ki, bir də gördüm qaz bombasının siftəsi gəldi. Azərbaycan da bu yolları keçib. Nəzər yetirsəz görərsiniz ki, buradakı qanunlarda, insanların yaşayış tərzi də bizim 90-95-ci illərdəki yaşayış səviyyəmizdən eynidir. Baxmayaraq ki, Kenyanın müstəqillik tarixi Azərbaycandan qədimdir, belə deyək. Amma buna rəğmən ölkənin durumu bu vəziyyətdədir. Ölkənin durumu demişkən, bu haqda biraz açıqlama verim ki, mitinqlərlə bağlı mənzərə biraz da aydın olsun. Ümumiyyətlə, Afrikanın tarixinə nəzər salsaq görərik ki, Avropalılar əsasən 19-cu əsrin axırlarından bu ölkələri öz aralarında bölüşdürməyə başlayıblar. Belə ki, bu bölgü nəticəsində Kenya Böyük Britaniyanın payına düşür. Ara sıra azadlıq uğrunda mübarizə aparılsa da, bu hərəkat əsasən 2-ci Dünya müharibəsindən sonra daha geniş vüsət almağa başlayır və hətta 1952-ci ildə Mau üsyanına gətirib çıxarır. Yerli əhali torpaqlarının əlindən alınıb təsərrüfat qurulmasına və işçilərin istismar olunmasına qarşı idi. Üsyanda həbs edilənlərin arasında Kenyanın ilk prezidenti Jomo Kenyatta da var idi. Onu yalnız 9 il sonra azadlığa buraxırlar. Britaniyalılar xalqı sakitləşdirmək üçün Milli Partiyanın yaradılmasına icazə verirlər. 63-cü ildə isə Kenya xalqı nəzarəti tam ələ götürüb, ölkənin müstəqilliyini elan edir. İllər keçsə də, Qərbin qara kölgəsi bu ölkəni tərk etmir. Hal-hazırda ölkədəki uğursuz iqtisadi islahatlara görə çoxu ölkə başçısı William Rutonu günahlandırır. Amma məncə məsələyə soyuq başla yanaşmaq lazımdır. Axı burada illərlə yığılıb qalmış problemlərdən söhbət gedir. 2 il ərzində bu problemləri bir nəfərin aradan qaldıracağına inanmağı isə sadəlövlükdən başqa bir şey deyil. Hər halda ölkənin 70 milyard borcu Rutonun 2 illik hakimiyyəti dövründə yaranmamışdı. Klassik ssenari. Ölkəni özündən asılı vəziyyətə salmaq üçün Qərb dırnaqarası yardım əlini uzadır, Kenya hökumətinə külli miqdarda borc verir, daha sonra borc sahibləri öz pullarını tələb edir və hökumət isə bu borcu qaytarmaq üçün vergiləri qaldırmalı olur. Tanış ssenaridə deyilmi?
Açığı bu məqamda Tramp və Zelenskinin Ağ Evdəki məşhur görüşü yadıma düşdü. Qiymət artımına gəlincə burada çörək və şəkər istehsalına, texniki vasitələrə, elektron avadanlıqlarına 16%, bitki yağlarına 25%, maliyyə, telefon, internet, bookmaker xidmətlərinə 20% verginin tətbiq edilməsindən söhbət gedir. Siyahını daha da uzatmaq olar. Bir sözlə yeni qanun layihəsində yanacaqdan tutmuş, gigiyenik vasitələrə qədər qiymət artımı planlaşdırılır. Bu isə xalqın qəzəbinə gətirib çıxarıb. Onu da deyim ki, Kenyada kilsələrdə tez-tez kütləvi şəkildə prezidentin ölümü üçün dua edənlərlə qarşılaşırdım. Amma narazı kütlənin bir qismi sanki Allaha da üsyan edirdilər. Bunu daşqalaq edilmiş kilsə pəncərələrindən də təxmin eləmək mümkündür. Qaydaq mitinqdə baş verənlərə. Göz yaşardıcı qaz atdılar ora. Emin, məncə getmək vaxtıdır. Bilirsən, keçən dəfə burada nə qədər adamı vurublar? Yo, narahat olma, heç nə olan deyil. Hər tərəfə baxıram. Həmin an ətrafımda nə az, nə çox, düz 3 ədəd qaz bombası partladı. 1, 2, bu da 3. Üzünü yusan keçib gedəcək. Gedək üzünə su vur. Su, Hə, Dözülməz ağrıdır, mən sizə deyim. Həm nəfəs orqanlarına gedib, həm də belə. açığı mitinqin tam mərkəzində çıxılmaz vəziyyətdə qalmışdım. Belə bir aksiyalarla bağlı təcrübəm olmadığından bilmirdim hansı tərəfdə dayanım. Bir ara müxalifətçilər tərəfə keçdim. Dedim görüm nə olacaq. Qaz bombalarının arasında başa düşdüm ki, sən demə elə ən salamat yer polislərin yanında dayanmaqdır. Yenicə polislər tərəfə keçmişdim ki, bir də gördüm göydən daş yağır. Daş atılır hal-hazırda etiraz aksiyaçıları tərəfindən. Polis də maksimum çalışır ki, onları göz yaşardıcı qazdan uzaqlaşdırsın ərazidən. Kenya polislərinin işi Allaha qalmışdı. Onlar da mənim kimi başlarını itirmişdi. Çünki bu biraz qeyri-ənənəvi mitinq idi. Sözün əsl mənasında başlarına hardan və nə gələcəyini heç özləri də bilmirdi. Bilirsiniz necədir burada vəziyyət? Yəni mən sizə deyim ki, bizim gördüyümüz standart etiraz aksiyalarına bənzəmir bu. Deməli, az qala flash mobdakı qəhrəmanlara oxşayırlar. Yəni bilinməyən yerdən, polisin zənn eləmədiyi yerdən 3 nəfər bir çıxdı, 2 nəfər bir çıxdı. Baxın, bayaqdan sakitçilik idi orada. Sən demə, həmin şəxslər də aksiya iştirakçıları imiş. Bayaq sakit dayanmışdılar. Polisi çaşqınlığa salmaq üçün hər vasitələrdən istifadə edirlər. Ona görə də polis, necə deyərlər, pərakəndə şəkildə fəaliyyət göstərir. Belə ki, bayaqdan yanlarında sakit dayanan vətəndaş bir neçə dəqiqədən sonra potensial təhlükəyə çevrilirdi. Ona görə polislər kimin kim olduğunu, hansı küçədən qrup şəklində çıxıb etiraz edəcəklərini, onlara xəsarət yetirə biləcəklərini təxmin edə bilmirdilər. Bir məqamı da vurğulayım ki, Kenyanın polisləri o qədər də öz işlərinin öhdəsindən peşəkarcasına gələnmirlər. Görünür ki, aksiya dağıtmaq üzrə təcrübələri yoxdur. Başım çəkilişə necə qarışmışdısa, Murad təmiz yadımdan çıxmışdı. Bir də gördüm ki, uzaqdan gəlir. Uzaqdan mən Muradı gördüm. Onu uzaqdan minlərlə insanın arasından görməyimə təəccüblənmədim. Çünki dərisinin rəngi ağ olan təkcə o idi. O boyda həngamənin içində isə uşaqlıq dostu ilə yenidən görüşməyin öz ləzzəti var idi. Murad qardaşımızı gördüm. Görürsünüz? Harada qarşılaşdıq. Sən məni prezident aparatının yanına göndərmişdin. Mənə deyir ki, Murad deyir prezident aparatı. Deyirəm, prezident aparatı yox, parlament. Solan küçədə mitinq olmadı.
Ona görə sən gəlib özünü çatdırdın bura ki, Muzunqu tək qalmasın. Muzunqu tək qalmasın. Biz olan vaxtı yalan olmasın bir 50-60 dənə göz yaşardıcı qaz buraxdılar ayrı-ayrı hissələrə. Deməli, Keniyada ölkənin müqəddəratı həll olunur. Məhz bu adamların taleyi həll olunur. Məhz bu adamlara görə, bu adamlar yaxşı yaşasın deyə mitinqlər keçirilir. Amma bu adamlar mitinqlərə gələn insanlara maska satırlar. Sonra belə maska satırlar, belə maska. Fit vermək üçün vasitələr satırlar, biznes qururlar. Qəssab pey axtarı keçi can hayındadır. Bilirlər ki, aksiya iştirakçılarına maska lazım olur və fürsətdən istifadə edib burada maska satırlar. Təəssüflər olsun ki, vəziyyət belədir. Belə məqamları görəndə insan əsəbiləşməyə bilmir. Bu arada onu da deyim ki, Keniyada baş verən ixtişaşlar dünyanın az qala bütün məşhur media nümayəndələri tərəfindən işıqlandırılırdı. Təbii ki, istəsəm də, istəməsəm də, qətl günü aparılan çəkilişlər zamanı bir çoxunun kamerasına tuş gəlmişdim. Qətl günü ona görə deyirəm ki, biz sən demə xalq dili ilə desək mitinqin jurnalını görmüşdük. Kino isə hələ qarşıda imiş. Həmin gün daha 17 nəfər həyatını itirdi. Beləliklə bu aksiyalarda ölənlərin sayı 39 nəfərə çatdı. Bəlkə də bəxtimiz onda gətirdi ki, ərazidən vaxtında uzaqlaşdıq. Məncə bu qədər informasiya yetərlidir, bu qədər məlumat yetərlidir. Çünki həqiqətən də bir neçə dəfə çox təhlükəli anlar yaşadıq. Qarşı tərəfdən daş atılır, digər tərəfdən göz yaşardıcı qaz. Belə deyək də, biz xəbər müxbirləri deyirik. Sadəcə gördüyümüzü sizə çatdırmaq istəyirik və düşünürəm ki, ümumi mənzərədən xəbərdar oldunuz və biz sizə Keniyanın digər tərəflərini göstərməyə çalışacağıq. Sonda həmin gün kadrlarda yer alan 3 maraqlı məqam diqqətimi çəkdi. 1. Mitinq iştirakçılarının qəribə rəqsləri. 2. Etirazçının qaz bombası ilə futbol oynaması. 3. O həngamədə avtobus konduktorunun müştəri çağırması. Bəs siz tamaşaçılara görə ən maraqlı məqam hansı idi? YouTube kanalımızın şərh bölməsində rəylərinizi gözləyirik. Muzunqu isə gedir macəra axtarışına. Gedək, gedək, bəsdir. O tikanlı yemişdi. Tikanlı yemiş. Baxın necə maraqlıdır. Kənd toyuğu, broiler toyuğundan 2 dəfə az qala ucuzdur. Bravo, bellissimo! Çəkiliş aparmağa icazə yoxdur. Yazmışıq ki, muzeydə çəkiliş etmək olmaz. İstəyirsiniz polis çağırın. Kameranı yığışdır. Turistlər də bıçaqla danışmırlar. Mən də eşitdim içəri daşın düşməyini, amma Sən bəxtin gətirdi, daş dəymədi başına. Şanslı adamsın.